Bakının Suraxanı rayonunda 1998-ci il təvəllüdlü Almaz qonşusu Cunaya xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 29-da Suraxanı rayonunun Suraxanı qəsəbəsində baş verib. Yevlax rayon sakini Almaz həmin gün saat 13:00-da qonşusu Cunaya məxsus evin həyətində sonuncunun evin dam hissəsində təmir işləri aparmasına mane olmaq istəyərkən aralarında yaranmış mübahisə zamanı yumruqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Hadisəni törədən Almazın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Almaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərər çəkmiş Cunay ilə Suraxanı qəsəbəsi 2-ci Mədən küçəsində qonşu kimi yaşayır. Qonşum Cunayın yaşadığı evin həyətində tikinti materialları gətirdiyini gördüm və onun evində nə işlər görəcəyi ilə maraqlandım. Bildirdi ki, yaşadığı evin dam örtüyünü təmir etdirəcəkdir. Mən öz növbəmdə ona bildirdim ki, əgər dam örtüyünü təmir edərsə, mənim evimin dam hissəsi yararsız hala düşəcək. Lakin Cunay sözlərimə əhəmiyyət vermədi deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, sentyabrın 29-da saat 13:00-da yaşadığı evin həyətində Cunayın həyətində işləyən usta ilə danışmağa başlayıb. Daha sonra Cunay gələrək məni təhqir etməyə başladı. Bu zaman Cunayın həyətinə daxil oldum və aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək onunla əlbəyaxa oldum. Cunay mənim saçlarımdan tutaraq dartdı. Mən isə özümü müdafiə etmək üçün onun əlini dişlədim. Qol və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona bədən xəsarəti yetirdim. Sonra həyətimdən getdim. Növbəti gün Cunay küçədə görərək üzr istəsəm də məni bağışlamayacağını və polisə şikayət edəcəyini bildirdi deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş qismində ifadə verən Cunayın sözlərinə görə yaşadığı evin həyətində və evin damında tikinti işləri aparmaq qərarına gəlib. Təmir işlərinə başlamaq üçün tikinti materiallarını alaraq yaşadığım evin həyətinə gətirdim. Təmir işlərinə başladığımı görən qonşum Almaz mənə irad bildirərək təmir işləri aparacağım təqdirdə evinin dam hissəsinin korlanacağını bildirdi. Təmir işləri aparmağıma maneçilik törətmək istədi deyə Almaz ifadəsində göstərib. Almaz qeyd edib ki, sentyabrın 29-da saat 13 radələrində usta evin damını təmir etməyə başlayıb. Cunayın isə yaşadığı evin həyətində mənim ünvanıma söz dediyini eşitdim və onu yaşadığım evin həyətinə çağırdım. Həmin vaxt usta üçün yemək hazırlayırdım və əlimdə olan bıçağı masanın üzərinə qoydum. Cunay tərəfə getdim. Cunay təmir işlərinə başlamağa icazə verməyəcəyini deyərək mənimlə sözlə mübahisə etməyə başladı. Masanın üzərində olan bıçağı götürərək məni yaralamaq istədi. Daha sonra üzərimə hücum çəkərək mənimlə əlbəyaxa oldu. Sol əlimdən və sol qolumdan dişlədi. Həmçinin başıma yumruq zərbələri vurdu. Saçlarımı yolmaqla xəsarət yetirdi. Daha sonra mən onun həyətindən getdim deyə zərər çəkmiş şəxs ifadəsində göstərdi. Bu cinayət işinə Suraxanı rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Almaz 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 6:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.